Salam yoldaşlar, hər vaxtınız xeyir olsun. Mən sizə indi izah edəcəm kitabı yenidən push və klon etməyi izah edəcəm. Və başlayaq yavaş-yavaş dərsə. Mən deməli başlayıram hardan? Baxın, mənim bir appim var, okey. Burada hal-hazırda mən bir proyektim var, düzdürmü? Bir proyektim var. Bunu fərz edin ki, bu proyektin heç bir hissəsi sizə maraqlı olmasın hələ ki. Mən burada yeni bir package yaradacağam və ora kodlar əlavə edəcəm klassın içinə. O kodları da push edəcəm kitaba. Və daha sonra o kodları kitabdan klonlayıb özümə çəkəcəm. İndi onları tam addım-addım göstərirəm. Baxın, proyekti açdım. Gəlib bir dənə package yaradıram. Okay. Yazıram GitHub alt xətt push. Okay. GitHub push verdim. Və mən burada bir dənə class yaradıram ki, checklist adında class yaratdım. Və heç nə, bunu bir dənə götürürəm buradan. Bu kodları lazım var, bir dənə bu kodlar fərqi yoxdur. İstəyən kod ata bilərsiniz. Mən bunu atdım. Bu kodu atıram bura. Hadi mən bir dənə bu hissəni kitaba push edəcəm ki, mən görə bilim. Gəlirəm kitaba. Baxın. New bir dənə project verirəm. Repo adım nədir? Checklist app. Okay, checklist app. Düşürəm aşağı. Əmin oluram ki, publicdir proyektim. Choose visibility public olmalıdır. Və create repository etdim. Baxın, reponu yarattım. Hal-hazırda sizə dediyim kimi kodlar verdim mənə. Ardıcılıqla bunları run etmək lazımdır ki, bizim proyektimiz işləsin. Gəlirəm proyektin içinə, terminalı açıram və gözləyirəm yüklənsin. Yükləndi. Hardadır? Nəyin içindəyəm? E-commerce'in içindəyəm. Bu ardıcılıqla push edirəm. Baxın, git init. Sonra git add. Sonra git commit. Yazaq ki, checklist. Baxın, git commit deyəm hal-hazırda. Bunu da yazdım. Göndərdim. Və git branch main. Bunu da atdım, göndərdim. Git və bunu buradan kopyalayırsınız. Link olaraq eyni şəkildə atırsınız bura. Attım. Deyir remote origin already exists. Okay, bunu mən yazıram, amma siz hələ ki bunu takılmayın. Git rm origin remove kod blok necədir? Git remote rm origin. Git remote rm origin olmalıdır. Daha sonra gəlirəm təzədən yuxarı, yenidən o push-u göndərirəm. Git push your origin main-də ən axırıncı sətr kodundur. Baxın, onu da gəldim bura. Bunlara fikir verməyin yazdıqlarıma. Bunlar sizdə olmayacaq. Push kodunu yazdım. Enter'i bastım. Və baxın, push elədi. Mən hətta link verdi ki, bura push elədim. Analizadənin altından checklist app.git'in altına push elədim. Hansı ki, bura. Bir dənə refresh atıram, baxın, səhifəyə. Kodlar buradadır. Və checklist. Mən bayaq git commit'e nə yazmışdım? Git commit. Deyir burada. Git commit checklist. Bu comment mesaj deyəm, mənim kommentimdir. Checklist. Sonrasa girirəm. Kod adı da dəyişiklik adı eləmişəm. GitHub push-un altında checklist klassı yaratmışam. Bax burada. Gəlirəm bura. Main'ə girirəm. Hanı GitHub push? Bir saniyə. Bax GitHub push var. Onun içində checklist. Nə var? 3 dənə kod var. Gördünüz? ID, full name, price. ID, full name, price. Hamısı burada var. İndi önəmli olan nədir? Bu proyekti buradan götürüb özümüzə çəkmək. Klon etmək. Baxın, klon etməyi izah edirəm. Gəlirsiniz hara? Checklist app var ha bizdə. Bax, görürsünüz, appə gəldim. Checklist, mən bayaq buradaydım. Düzdürmü? Buradaydım. Bax, GitHub'da baxsaz, appin öz adı var. Appin adı nədir? Checklist app. Bu checklist app-ını da yaratmışdım axı bayaq repo olaraq new-ya basıb. Checklist app-in üstə basırsınız. Və sizə belə bir səhifə açılır. Və burada kod yazılıb. Koda basırsınız. Copy var, link var. Bunu kopyalayırsınız, götürürsünüz. HTTPS-lə olan linki. Baxın, hər birinin öz linki var. GitHub client və s. HTTPS-i götürürəm, kopyalayıram, copy. Və gəlirəm artıq öz kompüterimə. İndi baxın, istənilən bir yerə gəlin.
İstənilən bir yerə gəlin. Fərq etməz. Deyək ki, bura olsun. Bir dənə folder yaradaq. Məsələn, atıram, bura ataq da. Test, checklist, enter. Yaratdığı bir dənə papka, boş papkadır. Heç nə içində yoxdur. Papkanın üstünə sağ düyməni basırsınız və new terminal at folder çıxacaq sizdə də. Bunun üstünə tıklayırsınız. Baxın, terminal açıldı. Nəyin içinə baxır? Test checklistin içinə, bunun içinə baxır. Test checklist. Heç nə eləmirsiniz. Bir dənə burada git clone yazırsınız. Başqa heç nə. Git clone. Və bu link var idi. Bayaq götürmüşdük buradan. Bu link. Bu linki gəlib atarsınız bura. Enter. Bitdi. Və daxil olursunuz bura. Gördünüz, checklist app buradadır. Baxın, proyektim bura düşüb artıq. İndi gəlirəm, həmin proyekti açmağa çalışacağam. Basırsınız e-commerce application. Yəni burada open var da, ya da filedan da basa bilərsiniz open. Open'ı bastım. Open'ı bastım. Desktop'a, bu hardadır? Desktop'da da test checklist gəlirəm bura. Desktop. Düşürəm aşağı. Hanı test checklist? Bax, gördünüz, test checklist. Bunun üstə basıram. Checklist app. Bunun üstünə bastım. Gördünüz. Bunun üstə basan sonra artıq open edirsiniz. New window, trust project, isə. Mənim həmin proyektim artıq burada açılmış oldu. Hər birini bağlayıram. Proyektdən yüklənsin. Bura yükləndi. Checklist app. Java, GitHub push, checklist gördünüz. Yəni mənim artıq proyektim gəldi, hara düşdü, kodlarım bura. Və kodların üstündən bassam, sağ düyməni annotate is git play versəm, gördünüz, adım çıxdı burada. Alizada Arı. Mənim artıq adlarım haradadır, burada çıxıb. Yəni mənim proyektim artıq kim istəsə bir dənə sağ düyməni basıb görə bilər ki, bu sətirdə, bu kodda bu sətirləri kim yazıb və s. Servisim var məsələn, gəlib burada da basa bilərsiniz sağ düyməni, git play. Baxın, burada cürbəcür insanlar kod yazıb. Bu mənim tələbəm var, Zeynal, bu 10 kodlarıdır. Zeynalın kodları var, mənim kodlarım var və s. və s. Cürbəcür burada kodlar var. Oldu. Baxın, əsas məsələ budur. Bu qədər əslində. Mən GitHub-a push-u, GitHub-a clone sizə izah etdim. İndi hal-hazırda mən yenidən üzərindən keçim. Mən nə etdim? New etdim, yeni repo yaratdım. Repo yaradandan sonra mənə kod sıraları verdi. Onları bir-bir kopyalayıb terminalımda run etdim burada. Və daha sonra enter basıb push eləyəndə proyektim gəlib bura düşdü. Və düşən proyektimi gəlib burada kopyaladım linkini. Və gəldim bura. Test checklistin üstündə sağ düyməni basıb new terminal at folder'a basıb git clone yazdım və həmin linki bura atdım. Onunla da mənim bütün kod dəyərlərim hamısı yüklənmiş oldu. O bizə lazım deyil. Bu qədər. Çox sağ olun, təşəkkür edirəm.